Təhsil tələbə krediti fonduna müraciət etmək üçün ilk öncə notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ilə e-tkf.edu.az elektron portalına daxil olursunuz. Ərizə nömrəsi ilə bölməsini seçirsiniz və açılan pəncərədə ərizə nömrənizi, FIN kodunuzu daxil edib şəxsi kabinetdə keçirsiniz. Birinci mərhələ şəxsi məlumatlardır. Burada heç bir əməliyyat etmirsiniz. İrəli deyib, ikinci mərhələyə keçirsiniz. İkinci mərhələdə də hər hansı əməliyyat etmədən irəli düyməsini sıxırsınız və üçüncü mərhələyə keçirsiniz. Üçüncü mərhələdə sizin təhsil məlumatlarınız göstərilir. Əgər məlumatlar doğrudursa, bəli, doğru deyilsə, xeyr seçirsiniz. Və aşağıda açılan pəncərədə təhsil məlumatlarınızı doldurursunuz. Yadda saxla deyirsiniz. Ardınca irəli düyməsi ilə dördüncü mərhələyə keçirsiniz. Dördüncü mərhələ valideyn məlumatlarıdır. İlk öncə yenilənmə düyməsini klikləyin. Məlumatlar gəlməsə, məlumatlarla razısınız sualına xeyr seçin. Valideynin FIN kodunu və doğum tarixini daxil edib axtarış edin. Əgər valideyn vəfat edibsə, digər bölməsini seçib vəfat etmiş statusunu işarələyirsiniz. Sonda yadda saxla edib irəli düyməsini klikləyirsiniz. Beşinci mərhələ son mərhələdir. Burada ailə üzvlərinizdən 2 nəfərin telefon nömrəsini qeyd edir və doğum haqqında şəhadətnamənizin şəklini yükləyirsiniz. Standarta müraciət edən tələbələr şəhadətnaməni yükləməyə bilər. Sonda yadda saxla deyib müraciətinizi göndərirsiniz. Bütün tələbələrə uğurlar arzu edirik.